Hər vaxtınız xeyir olsun bir daha. Sizi hər birinizi görməyə çox və çox şadam. Bugün 11 noyabrdır və mənə intuitiv belə bir səs gəldi ki, mütləq mən bu mövzuda bir təlim keçəcəm və hətta mən düşünürəm ki, bu təlim bəlkə də Eva kluba aid olan bir yeganə bir təlim olacaq. Yalnız ki, sonra mən bunu YouTube-da yükləyəcəm ki, daha çox insanlar tanısın. Nəyə görə? Çünki həddindən artıq çox ailə daxili zorakılıqla bağlı konfliktlər yaşanılır. Bu münasibətlərin çox ağır fəsadları olur. Hər məsələn bəylərdə də bu olur, amma daha çox qadınlar bunun qurbanı olurlar, bu konfliktlərin və bu konfliktləri də yaradan şəxslərdə ağır bu narsistlik və psixopatiya əlamətləri həddindən artıq çox yüksəkdir. Və nəyə görə bunlar hamısı baş verir insan münasibətlərində, hansı ssenarilərə görə bunlar hamısı baş verir? Biz necə həmin insanların həmin o əlamətlərini biz tanıya bilərik? Bununla bağlı mən bugün sizinlə çox vacib məlumatlarda bölüşəcəm. Ümumiyyətlə, ilk olaraq mən bunu söyləmək istəyirəm ki, hər bir bizim bildiyimiz diaqnozlar, pozuntular bu dünyada çox vacib bir rol oynayır. Onların hər birinin həm sağlam tərəfləri var, həm də qeyri-sağlam tərəfləri də var. Biz başlayacağıq psixopatiya ilə, sonra mən keçəcəm narsistliyə aid olan əlamətlərə, amma psixopatiya belə nə qədər bizə filmlər, kitablar və yaxud da şəxsi təcrübələrimizə əsasən ancaq neqativ bir mesaj kimi göndərən bir əlamət kimi hesab olunsa da belə, amma psixopatiya əlamətlərini özündə düzgün idarə edən şəxslər çox güclü sahibkarlar olurlar, çox güclü siyasətçilər olurlar. Onlar ən ağır sahələrdə ən güclü peşəkarlar olurlar. Məsələn, polis sahəsi olsun, məsələn, harda ki biz kriminallarla işləyirik. Daha sonra kriminal psixoloqlar arasında da psixopatiya əlamətləri yüksək olan insanlar da mövcuddur. Eyni zamanda ağır cinayətlər tələb edən, detektivlik tələb edən bir çox işlərdə harda ki emosiyaların həddindən artıq çox olması insana ziyan verə bilər. Həmin o sahələrdə psixopatiya əlamətləri insana həqiqətən böyük bir fayda gətirə bilər. Nəinki həmin insana, elə həmin o sahəyə və cəmiyyətə, dünyanın özünə də belə. Və məhz buna görə ilk olaraq mən bu mesajla başlamaq istəyirəm ki, psixopatiya və narsistlik bərabər deyil, 100% neqativ bir şey. Bir çox hallarda biz onun neqativ fəsadlarını görürük və bu təlimdə biz sırf onun qeyri-sağlam yanaşmaları haqqında danışacağıq ki, biz özümüzü qoruyaq, onların fərqində olaq və ətrafımızda və yaxud da özümüzdə bu əlamətləri artıq görəndə onları artıq doğru şəkildə idarə edə bilək. Ümumiyyətlə, eyni zamanda bizim formalaşan bir vacib stereotiplərdən biri ondan ibarətdir. Yalnız ki, psixopatiya özü çox və çox geniş bir sahədir. Və həddindən artıq çox orada fərqli kateqoriyalar var. Klinik psixologiyada ola bilər, hətta psixopatiya özü ayrı bir sahədir. Yəni ayrı ixtisasda olan həkimlər, mütəxəssislər sırf bu insanlarla çalışırlar və məhz buna görə onun çox ayrı kateqoriyaları olduğu üçün biz sadəcə ona fokuslanacağıq ki, bu ilkin siqnalları, əlamətləri biz necə tanıyaq ki, özümüzü maksimum qoruya bilək və həmin o münasibətləri doğru şəkildə idarə edə bilək. Bizdə formalaşan ən böyük stereotiplərdən biri ondan ibarətdir ki, psixopatiyaya meyilli olan insanlar daha çox ancaq manyaklardan ibarətdir. Düzdür, manyaklara aid olan xüsusiyyətlər psixopatiyaya meyilli olan insanlarda özünü gec-tez özünü göstərir. Amma bir çox hallarda, reallıqda biz birinci onlarla tanış olanda, onlar bizə həddindən artıq çox xarizmatik gəlir, intellektual gəlir, ağıllı, tərbiyəli, bəzən empatik kimi özlərini də bizə biruzə verirlər. Daha sonra bizdə bu hormonal dəyişikliklər olur bizim bədənimizdə, bizə euforiya düşür. Ay necə mən gözəl insanla tanış olmuşam. Daha sonralar növbəti etaplarda yavaş-yavaş onlar öz aqressiyasını göstərməyə çalışırlar. Yəni hər zaman bu o demək deyil ki, psixopatiya meyilli olan insan hər zaman bizə öz aqressiv üzünü göstərəcək. Bu daha çox bir çox zamanlar onlar bunun soyuq beyinlə planlayırlar. Onlarda planlama bacarıqları çox yüksəkdir. Çünki emosiyalar onlarda minimum səviyyədədir. Empatiya hissi və s. Və onlar bir çox zamanlarda aqressiv üzünü planlanmış şəkildə, düzdür, onlarda impulsiv reaksiyalar da var, mən bu haqda danışacağam, amma çox vaxt onlar çox gözəl o qisası planlamaq olsun, digər məqamları planlamaq olsun, o aqressiv tərəfini gözlənilməz şəkildə insana biruzə verirlər. Biz özümüz də ola bilərik, yaxınlarımız da ola bilər və bir çox vaxtlarda psixopatiya beyində baş verən neyrobioloji proseslərlə bağlıdır, genetik xüsusiyyətlərlə bağlıdır ki, hansı ki, o genetik xüsusiyyətlərə görə bizim beynimizdə müəyyən bir hissələr var, hansı ki, empatiyaya,
Cavabdeh ki, empatiya funksiyasının işə salınması və həmin hissələr psixopatiya meyilli gücü olan bir insanlarda həmin hissələr, beyində həmin hissə çox az inkişaf edib. Və xüsusən əlavə olaraq, əgər uşaq vaxtı tərbiyə prosesində, körpə vaxtı kifayət qədər qayğı, sevgi, dəstək görmürsə və körpə vaxtı onda müəyyən bir neqativ təcrübələr formalaşırsa, bu risk güclənir və insan artıq yavaş-yavaş psixopat kimi yetişməyə başlayır. Yəni neyrobioloji reaksiyalar plus həmin o neqativ təcrübələrdən ibarət mühit həmin o insanı bizi cəmiyyətə yetişdirməyə dəstək olur. Daha sonra bizdə belə bir düşüncə tərzi formalaşır ki, birdən mənim dostum və yaxud da valideynim və yaxud da mənim partnyorum bu xüsusiyyətlərə malikdirsə, mən nəsə edə bilərəm ki, onda bu nəsə dəyişsin. Onun xasiyyəti düzələcək, onun xasiyyəti dəyişəcək. Reallıq ondan ibarətdir ki, insanın daxilində güclü bir motiv yoxdursa, bu heç vaxt dəyişmir. Əksinə daha da güclənir. O motiv də psixopatiya meyilli olan insanların 90%-də yaranmır. Çünki onlar özlərini hər kəsdə məsələn də üstün hesab edirlər, özlərini çox yaxşı görürlər, dünyanı əksinə neqativ görürlər. Dünyaya çox böyük bir nifrət var, qorxu hissi var, təşviş hissi var. Və məhz buna görə onlar üçün səhvi özündə axtarmaq, özünü refleksiya etmək, bacarığın demək olar ki, sıfıra bərabərdir. Və məhz buna görə o motiv olmadığı üçün, özünü dəyişdirmək üçün biz nə qədər də onlara sevgi versək, biz nə qədər onlara qayğı göstərsək, biz nə qədər də bu situasiyada nəyisə öz əməyimizi qoysaq da belə, həmin o insanların güclü motivi yoxdursa, o xasiyyət dəyişmir, daha da güclənir. Və eyni zamanda bizdə belə bir stereotip formalaşır həmin o insanlarla münasibətdə. Çünki onlar özləri bizdə bu hissi formalaşdırırlar. Mən manipulyasiya psixologiyası webinarında bu haqda danışırdım. Bu ən güclü manipulyasiya alətlərdən biridir ki, hər zaman problem məndədir. Mən nə etsəm, mən hər zaman günahkaram. Mən nə etsəm, mən hər zaman yetərsizəm. Hər zaman problemliyəm. Bu hissi mənə psixopatiya meyilli olan bir insan, dost olsa da belə, valideyn olsa da belə, partnyor olsa da belə, bunu hər zaman mənə aşılayır. Çünki ona bu zövqü gətirir. Məndə bu hissləri yaşatmaq və mənim bu neqativ emosiyalara qapılmağım, məndə o günahkarlıq hissini yaratmaq, özü bunun fərqində olsa da olmasa da belə, bu onun üçün ən vacib qidalandırıcı məqamlardan biridir. Və məhz buna görə bu bizdə stereotip formalaşır avtomatik. Həmin o insanlarla münasibətdə ki, hər zaman problem məndədir və məhz buna görə əgər hər hansı bir məkanda, hər hansı bir insanla bir situasiya yaşanırsa və sizin real orada bir probleminiz yoxdursa, günahkarlıq hissi yaradacaq bir situasiya yoxdursa, amma həmin insan davamlı şəkildə sizdə bunu yaradırsa, bilin ki, psixopatiya meyillik kifayət qədər yüksək ola bilər. Nəyə görə həmin insanlar belə yetişir? Bayaq da qeyd etdiyim kimi neyrobioloji xüsusiyyətlər, beyində genetik xüsusiyyətlər var, hansı ki, empatiya hissi çox və çox az inkişaf edir və demək olar ki, yoxdur, istifadə olunmur. Amma onu çox gözəl şəkildə imitasiya edir ki, insanlara təsir göstərsin, xarizmasını göstərsin və eyni zamanda imitasiya edir ki, insanları istifadə edə bilsin. O sizə hər hansı bir dostunuz olsa, valideyniniz olsa, yaxud da partnyorunuz olsa, həmin insanla ünsiyyətdə siz nəsə danışırsınız, amma o sizi dinləmək istəmir. Sizin probleminiz onun vecinə deyil və bunu çox rahat şəkildə, açıq şəkildə deyir ki, yox, mən gedim öz işlərimlə məşğulum və siz belə durğunluq vəziyyətindəsiz, görəsən nə baş verib, nəyə görə mən dinlənilmirəm. Avtomatik şəkildə istər-istəməz müəyyən bir reaksiyalar baş verir. Bəlkə problem məndədir, bəlkə mən onu sıxıram, bəlkə mən ona danışmamalıydım və s. və s. Amma onu nə vaxt imitasiya edib, nə vaxt ki, onun özünə nəsə lazımdır, öz maraqlarına xidmət etmək üçün, öz ehtiyaclarını ödəmək üçün və mənin hər hansı bir məsələdə manipulyasiya etmək üçün bunu empatiyanı imitasiya edir. Onu hiss eləmir real olaraq. Çünki o hiss onda beyin səviyyəsində funksiyalar onda inkişaf etmədiyi üçün bunu sadəcə imitasiya edir. Göstərir ki, o empatiya qurur bizlə, amma real empatiya burada baş vermir. Və siz bunu necə çox rahat bir şəkildə insanlarda müşahidə edə bilərsiniz. Empatiya beyində ayna neyronların düzgün işlənməsinə bağlıdır, güclü işlənməsinə bağlı. Ayna neyronlar nə deməkdir? Məsələn, kimsə əsnəyirsə otaqda, bu avtomatik şəkildə ayna neyronlar işə düşdüyü üçün biz də başlayırıq əsnəməyə. Əgər bir insanda əsnəmə baş vermirsə, digər insanlar əsnədiyi zaman bilin ki, onda psixopatiya meyillik kifayət qədər yüksək ola bilər. Çünki bu insanda sadəcə empatiyaya və sırf o insanları emosional olaraq aynalamaq funksiyaları çox zəifdir.
Və həmin o insanlar sadəcə olduğu yerdə davam edirlər, heç nə olmamış kimi insanlara baxırlar və onlar əsnəmirlər. Amma kimin empatiya hissi güclüdürsə, kimsə əsnəyəndə dərhal bu onları da keçir. Çünki ayna neyronlar beyin səviyyəsində güclü inkişaf edib. Ayna neyronlar da nə deməkdir? Mən kiminsə reaksiyasını görürəm, o reaksiyanı mən özümdə də müşahidə edirəm və onu ifadə edə bilirəm. Amma psixopatiya meyli olan insanlarda bir çox zamanlarda sırf bu əsnəmə ilə bağlı və həmin o reaksiyalara aynalanmaqla bağlı güclü problemlər olur. Nəyə görə bu güclənir? Çünki körpə vaxtı neqativ təcrübələr daha çox olur. Körpə vaxtı xüsusən 8 aydan sonra insanlarda belə bir sərhəd formalaşır. Mən və dünya arasında artıq yavaş-yavaş sərhəd formalaşır. Mən görürəm, məndə bu sərhəd var, mən dünyanı görürəm və əgər həddindən artıq çox neqativ təcrübələr çoxdursa həmin o dünyada və uşaq vaxtından mənə bu mesajlar ötürülürsə, ailədəki olan vəziyyətlə bağlı, cəmiyyətdəki olan vəziyyətlə bağlı, məndə artıq yavaş-yavaş iki əsas emosiya formalaşır. Təşviş və qəzəb. Bu mənim həyatımda psixopat olaraq əsas iki emosiyadır. Dünyaya qarşı, insanlara qarşı hiss etdiyim əsas iki emosiyadır. Və istənilən aqressiyanın arxasında, bu hər bir insana aiddir. Qəzəbin, aqressiya arxasında hər zaman təşviş dayanır. Və psixopatiya meyli olan insanların çoxsunda onlar dünyaya nifrət edirlər, dünyaya onlar etibar etmirlər. Çünki ilkin bu 1-0 yaş aralığında bizdə körpə vaxtında dünya ilə sırf həmin o etibar hissi, güvən hissi formalaşır. Və əgər həmin o hiss bizdə formalaşmırsa çox vaxtı və yaxud da həddindən artıq çox ağır neqativ təcrübələr almışıqsa travmatik, bizdə artıq belə bir assosiasiya formalaşır. Bu dünya mənə düşməndir, bu dünya ağırdır, bu dünya həddindən artıq çox qeyri-müəyyəndir. Mən bu dünyaya etibar edə bilmərəm və məhz buna görə məndə bu təşviş hissi çox yüksək olur. Çünki dünya hər zaman qeyri-müəyyəndir mənim üçün, mənə düşməndir və mən ona etibar etmirəm. Məndə avtomatik şəkildə artıq bu qəzəbə çevrilir və mən insanlara qarşı çox qəzəbliyəm. Mən heç bir insana güvənə bilmirəm və mən bunu hər zaman insanlara proyeksiya edəcəm. Amma məndə belə bir şey formalaşır. Mən özüm yaxşıyam. Mən özüm bu dünyadan ən gözəl insanam. Özüm, məndə hər şey əladır. Və dünyada da hər hansı bir çox yaxşı bir şey də baş versə, bu ancaq mənim sayəmdə baş verir. Dünyada hər hansı bir mənim kontrolumdan kənar olan yaxşı bir şeylərə görə yox. Yəni belə bir iki yerə bölünmə var. Mən yaxşıyam və dünya pisdir, neqativdir, düşməndir və mən ona nifrət edirəm. Və eyni zamanda o insanlar üçün real sevgi mövcud deyil. Onlar sevgini imitasiya edə bilərlər, amma onlar real sevgi nədir bilmirlər. Onlara heç kim maraqlı deyil. Onlara ancaq öz maraqları, öz ehtiyacları önəmlidir və dostluq quranda, romantik münasibətlər quranda onlar insana funksiya kimi baxırlar, şəxsiyyət kimi deyil. Onlar bütün insanlar haqqında, məsələn də əgər bu kişilərdirsə qadınlar haqqında, qadınlardırsa kişilər haqqında və yaxud da məsələn də fərqli gender seçimi edən insanlardırsa ümumiyyətlə bütün insanlar haqqında. Onlarda belə bir düşüncə tərzi formalaşır. Mən əgər bütün insanlar bərbaddır, bütün insanlar ağır söyüşlərlə də belə bunu assosiasiya edə bilərlər. Bütün insanlar mənə düşməndir, heç biri normal deyil, heç kim məni anlamır və s. və s. və başlayırlar bunu proyeksiya eləməyə və heç kim məni sevə bilməz. Ona görə də mən heç kimi sevmirəm və heç kim də mənə real olaraq maraqlı deyil. İnsanlar ancaq mənə maraqlı ola bilər bir şeydə, ancaq onlar mənim maraqlarımı, ehtiyaclarımı ödəyirlərsə. Və istənilən bir insan sadəcə onlar üçün qidalandırıcı bir rol oynayır. Yəni təsəvvür edin ki, bir meyvədir və yanında bir parazit var. Parazit üçün həmin o meyvə funksiya rolu oynayır. Nəsə həmin o paraziti davamlı şəkildə qidalandırmaq üçün. Amma həmin o meyvə üçün həmin o parazitin olması həddindən artıq çox təhlükəlidir. Çünki həmin o parazit davamlı şəkildə götürür. O meyvənin resurslarını sömürür. Ondan sui-istifadə edir və psixopat da öz aləmində, öz dünyasında, öz həyatında olan insanlara da həmin o parazit və meyvə arasında bir münasibət kimi qurur. O özünü görür gözəl bir insan kimi, ona görə özünü hesab edir ki, onun hüququ var insanlardan sui-istifadə etmək və həmin o insanlar onun üçün bir alətdir ki, sadəcə onun ehtiyacını qarşılasın və eyni zamanda onun həyatına daha çox pozitiv emosiyalar gətirsin və eyni zamanda bir rezervuar rolunu oynayır ki, öz qəzəbini həmin insana çıxarda bilsin.
Və həmin insanlarda proyeksiya və introyeksiya əsasən inkişaf edir. Bu nə deməkdir? Proyeksiya o deməkdir ki, sırf psixopatiyaya meyilli olan insanlarda bu özünü necə göstərir? Mən bütün insanlar haqqında, məsələn də, neqativ düşünürəm deyəndə, dünya mənim üçün ancaq neqativdir deyənə, bu düşüncə tərzi məndə o qədər dərin inkişaf edib ki, mənim qabağıma xoş niyyətli bir insan çıxsa da belə, həmin insan haqqında məndə illüziya, neqativ, illüziv bir obraz yarandığı üçün mən onu ötürəcəm. Mən onda o qəzəbi də görəcəm, mən onda o təşvişi də görəcəm, mən onda məni düşmən kimi görməyi də görəcəm, çünki mən də həmin o insanı düşmən kimi görürəm. Həmin o insan məni düşmən kimi görməsə də belə, avtomatik şəkildə mən özüm haqqımda belə düşündüyüm üçün və eyni zamanda dünya haqqında belə düşündüyüm üçün avtomatik şəkildə mən bunu özüm yükləyirəm insanlara. Introyeksiya nə deməkdir? Əgər həmin o insan, mən əgər dostluq edirəmsə və yaxud da kimləsə partnyorluq edirəmsə, əgər onun həyatında nəsə gözəl bir şeylər baş verirsə, mən bunu kompensasiya edirəm öz müsbət tərəflərimdən. Yəni mən artıq ona yükləyirəm ki, əgər bu insan bacarıqlıdırsa, bu insan nəyisə düzgün şəkildədirsə, bu mənim sayəmdə baş verir. Çünki mən burada artıq özümün pozitiv tərəflərimi görmək istəyirəm. Nəinki qəzəbli və təşviş tərəflərimi. Mən onlardan qaçmağa çalışıram hər zaman. Çünki həddindən artıq çox yüksəkdir məndə və məhz buna görə mən insanlarda pozitiv şey görəndə mən ancaq onu özümlə asosiasiya edirəm. Bu ancaq mənim sayəmdə ola bilər. Mən bunu açıq şəkildə bunu hər zaman etiraf edəcəm. Bir mesaj olaraq da etiraf edəcəm və insanların beynini yuyacam bununla bağlı və bu da çox güclü manipulyasiya alətlərindən biridir. Və bayaq da qeyd etdiyim kimi, psixopatiyaya meyilli olan insanlar dünyaya ümumiyyətlə etibar etməkdə çox böyük bir çətinlik çəkirlər, ümumiyyətlə etibar etmirlər və etibar etmədikləri üçün də partnyorla və yaxud da dostluq məsələndə bu güvən, dürüstlük, bunlar çox az inkişaf edir və açıq şəkildə emosiyaları ifadə etmək, açıq şəkildə öz həssaslığımızı biruzə verdirmək psixopatiya meyilli olan insanlar üçün nonsensdir. Onlar üçün bu kabus kimi görünür. Hətta onlar bunu neytral da qarşılaya bilərlər, amma onlar bunu bacarmırlar. Onlar düşünürlər ki, çünki mən açıq, dürüst, kommunikasiya qura bilmərəm insanlarla. Çünki mən qursam, onlar mənə düşmən kimi mən onlara baxdığım üçün onlar mənə zərər verə bilərlər və bu qəzəb, əsas iki emosiya, təşviş və qəzəb olduğu üçün onlar hər zaman bunu insanlara yükləyəcəklər. Və onlara hər zaman qurban pozisiyada olan insanlar lazımdır. Onlar bundan qidalanırlar. Bayaq da qeyd etdiyim kimi, onlar üçün partnyor dayaq və qidadır. Dayaq nə baxımından? Çünki onlar o qədər körpə vaxtından artıq düşünürlər ki, onlar mən yaxşıyam, dünyada hər şey neqativdir, pisdir, təşvişlidir, qeyri-müəyyəndir və onlar partnyor axtardıqda onlara lazımdır ki, həmin o partnyor onlara daha çox pozitiv emosiyalar gətirsin. Və onlar o emosiyaları çox səthi şəkildə hiss edə bilirlər. Dərinliyini hiss edə bilmirlər. O emosiyaların dərinliyi onlar üçün nonsensdir. Çünki həmin o empatiyaya cavabdeh verən həmin o funksiya onların beynində o qədər də çox güclü inkişaf etməyib. Və bayaq da qeyd etdiyim kimi, parazit necə meyvəyə baxırsa, onlar da partnyora, dosta elə baxırlar. Funksiya, alət ki, mən onlardan istifadə edim. Onların ən güclü düşünəcəyi bir cümlə ondan ibarətdir ki, mən məqsədə gedirəmsə, məqsəd üçün bütün alətlər mənə xidmət etməlidir. Mənə insanların emosiyaları, mənə insanların həyatları, şəxsiyyətləri vacib deyil. Mən hər şey etməyə hazıram. Və onlara məhz buna görə qurban pozisiyasında olan insan lazımdır ki, onu kontrolda saxlasın, özündən emosional vəziyyətdə saxlasın, onu rahat şəkildə manipulyasiya etsin. Bunu iqtisadi yollarla da edə bilirlər. Onlara elə insan lazım olur ki, o insan özü həm də pulu qazana bilməsin məsələn. Ki, həmin o iqtisadi güclə onu baskı edə bilsin, onu zorakılıq göstərə bilsin. Həm psixoloji, həm emosional. Hər zaman ona göstərsin ki, sən mənim sayəmdə adam olmusan, sən mənim sayəmdə bu resursları əldə edirsən və o resursu, məsələn də həmin o resursu verir həmin o partnyora və eyni zamanda onun başına da qaxınc edir ki, məsələn də sən mənim sayəmdə edirsən və bu davam edir və həmin o qurban pozisiyadan çıxa bilməyən partnyor da uzun müddət həmin o münasibətdə olur və həmin bir şeyləri biz psixopatiya meyilli olan insanlar biz necə hiss edə bilərik? Bizim bədənimiz buna reaksiya göstərir və ilk olaraq biz öz görünüşümüzdə, öz bədənimizdə bunun fəsadlarını başlayırıq, nəticələrini görməyə. Biz əgər
Bizim həyatımız artıq iki yerə bölünür. Psixopatiya meyli olan insanın əvvəl kommunikasiya və sonra kommunikasiya. Sonrakı kommunikasiyada biz hər zaman özümüzün enerjimizin aşağı olmasını hiss edirik. Bizim bədənimiz çökür, psixikamız çökür. Biz özümüzü hər şeydə günahkar hiss edirik. Çünki davamlı şəkildə bu manipulyasiyalar baş verir bizdən məsələn də bizim bundan fərqindəliyimiz olmayanda. Və biz çalışırıq həmin o partnyorun gözündə onun təsdiqini almaq üçün, onun xoş sözlərini almaq üçün özümüzdə bu günahkarlığı biz hiss edirik süni şəkildə formalaşa və özümüzü ona sübut etmək üçün biz davamlı şəkildə daha çox veririk, daha gözəl bir insan olmağa çalışırıq, daha çox sevgi, qayğı göstəririk. Amma həmin o psixopatiya meyli olan partnyor üçün heç nə dəyişmir. Alır, okey, bir neçə müddətli həmin o emosiyaları aldı, bir neçə müddətli həmin o qəzəbi o çıxartmayacaq həmin o qurban üzərində, çünki o qəzəbi çıxartmaq onun üçün qurban pozisiyada olan partnyor dost nə üçün vacibdir? O qəzəbi üzə çıxartsın. Çünki xarici dünyada o cəzadan qorxur, qeyri-müəyyənliklərdən qorxur, nəticələrdən qorxur, təşviş hissi yüksəkdir, qəzəbi üzə çıxarda bilmir. Xarici dünyada o təşvişi yaradan insana və bunu partnyora çıxartmaqla kompensasiya edir və məhz buna görə hər zaman psixopatiya meyilli olan insanlar qurban axtarırlar. Və mən özüm də hər zaman məhz buna görə, xüsusən kişi-qadın münasibətləri mövzularında hər zaman deyirəm, qadının iqtisadi güclü olmağı, maddi baxımdan özünü təmin etməsi çox və çox önəmlidir. Və nə yaxşı ki, 21-ci əsrdə bizim üçün bu alətlər verilir. Baxmayaraq ki, bizim beynimizi indi manipulyasiya edirlər ki, qadının öz seçimi vardı, ya evdə otura bilər, məsələn də evi, işlərini görə bilər, hansı ki, bu da ağır bir işdir, bu da menecment tələb edir. Və yaxud da o gedib karyera da qura bilər. Bəli, hər bir qadının öz seçimi var, amma eyni zamanda məhz bizə o qədər bunu manipulyasiya ediblər ki, qadının işi ancaq evdə oturmaqdır, evin işlərinə məşğul olmaqdır, pul qazanmamaqdır, maddi baxımdan hər zaman partnyordan asılı olmaqdır ki, bu hər zaman bizim üçün manipulyasiya alətinə və zorakılıq alətinə çevrilib, iqtisadi bu asıllıq. Və məhz buna görə bizim üçün çox önəmlidir psixoloji, qurban pozisiyadan çıxmaq. Qurban pozisiyadan çıxmaq nə deməkdir? Biz partnyora artıq valideyn kimi baxmırıq. Biz partnyora avtoritet kimi baxmırıq. Biz partnyordan öz həyatımızda bizə çatışmayan cəhətləri, biz onun tərəfinə kompensasiya olmasını biz gözləmirik. Biz özümüz o çatışmayan bizdə olan tərəfləri özümüz üçün kompensasiya edirik. Daxilən biz o sütunu özümüzdə yaradırıq ki, kimsə bizlə çox fərqli qeyri-sağlam kommunikasiyanı qura biləndə biz o münasibəti sonlandıra bilək və yaxud da həmin o kommunikasiyada nəyisə dəyişdirmək üçün açıq sözlü olmaq üçün, öz sərhədlərimizi qorumaq üçün biz o insanı itirməkdən qorxmayaq. Çünki ancaq həmin olan partnyordan getməyi, həmin o münasibəti sonlandırmağı çox böyük bir qorxu var. Onda bir ümid var ki, nə vaxtsa bu insan dəyişəcək. Mən daha çox ona sevgi verəcəm, mən daha çox ona dəstək verəcəm və belə davamlı şəkildə fədakar olacağam. Demək ki, o nəsə dəyişəcək. Çünki mən xilaskar rolu oynayıram artıq burada və xilas etməyə çalışanda həmin insanı psixopatiya meyilli olan insan üçün heç nə dəyişmir. O sadəcə sizi görür ki, o sizi hər zaman bir partnyor olaraq və yaxud da dostluq özündən aşağı səviyyədə görür. Çünki bütün insanlara qarşı nifrət hissi onda çox güclüdür. Hansı ki, bu körpə vaxtından formalaşan bir ssenarilərdir və heç kimin həqiqətən də bir məsuliyyəti yoxdur ki, psixopatiya meyilli olan insanın bu düşüncə tərzini dəyişdirsin. Çünki hər bir kəs əslində öz düşüncə tərzini dəyişdirmək üçün özü məsuliyyət daşıyır. Və həmin o bayaq qeyd etdiyim kimi psixopatiya meyilli olan insanlarda, çox güclü həmin o xüsusiyyətləri formalaşan insanlarda münasibətlərdə evolyusiya, təkamül, inkişaf önəmli deyil. Onlar öz üzərində işləmək istəmirlər. Onlar heç vaxt özlərini refleksiya etmək istəmirlər. Onlar üçün bu mövcud deyil. Onlar hər zaman özünü hər kəsdən üstün hesab edirlər. Mən yaxşıyam, dünya pisdir, dünyada problem var, məndə heç bir problem yoxdur. Və hər zaman da bunu bildirəcəklər. Hər zaman kimisə niprav çıxartmağa çalışacaqlar. Və heç vaxt dinləmirlər, maraqlanmırlar insanın özünə nə baş verir və daha sonra məsələn də biz özümüzə hər zaman sual verəndə ki, mən özümü bu insanın yanında necə hiss edirəm? Özümü mən o insan yanında enerjili hiss edirəm, yüksək resursda. Əgər mən hiss etmirəmsə, əgər o mənim enerjimi, resursumu hər zaman alırsa, bir çox zamanlarda bu onunla bağlıdır ki, üçün ən böyük qidadır, çünki kimi baxır, insan kimi yox. Həddindən artıq çox kontrolçu davranırlar. Məsələn, bu necə baş verir bir çox zamanlarda?
Münasibət başlanır, dostluq və yaxud romantik münasibət. İlkin olaraq hər şey çox əladır. Siz söhbət edirsiniz. Elə bilirsiniz ki, bu dünyanın ən gözəl insanıdır. Çox xarizmatikdir, çox özünə diqqət cəlb edə bilir. Ünsiyyət bacarıqları imitasiya güclü edə bilir deyənə, real olaraq bizlə maraqlanmır. Empatiya hissi aşağıdır. Amma çox gözəl bizimlə kommunikasiya qurur. O göstərə bilər ki, bizi dinləyir, amma biz məsələn də onu müşahidə etsək, biz görəcəyik ki, məsələn də o özünü güclə saxlayır ki, bizim sözümüzü kəssin. O sadəcə hal-hazırda özünü güclə saxlayır ki, o dinləməyi, empatiyanı bizə göstərsin ki, bizim diqqətimizi cəlb eləsin və sonrakı dövrlərdə öz əsl üzünü göstərsin. Hər şey əladır, superdir. Bizə kompliment deyə bilər, bizə gözəl hədiyyələr verə bilər, həddindən artıq çox bahalı hədiyyələr verə bilər. Məsələn, həddindən artıq çox böyük bir diqqət, jestlər bizə verə bilər, centlmenliyini göstərə bilər. Amma daha sonrakı məqamlarda nə baş verir birdən-birə? Manipulyasiyalar, birdən-birə bizi kontrol edir. Bu rəfiqələrlə danışma, bu dostum xoşuma gəlmir, valideynlə ünsiyyəti məsələn də qorumamalısan. Bu yubkanı geyməyə mən sənə icazə verirəm. Bu geyimin mənim xoşuma gəlmir. Sonra telefon parolunu mənə verirsən. Yavaş-yavaş, yavaş-yavaş kontrol başlayır. Və burada əgər biz ilk dəfədən həmin o sərhədləri qoymuruqsa, biz buna icazə veririksə, həmin o partnyor'a bizə qarşı belə davranmağı, bu daha böyük bir şeylərdə bu kontrol özünü göstərəcək. Birinci bu kiçik detallarla başlayır. Daha sonra deyəcək ki, mən sənə evdən çıxmağa icazə vermirəm. Və yaxud da sən mənə hər bir şeydə öz GPS məsələn də məsələn location-ı, konumunu göndərməlisən ki, mən bilim ki, sən hal-hazırda hardasan. Yəni güvən hissi olmadığı üçün kontrol etmək, hökmdarlığı göstərmək, o gücü göstərmək və çox vaxt bu fiziki güclə və psixoloji güclə, emosional güclə bu nəticələnir. Kontrolun yüksək olması və limitlərin həddindən çox qoyulması çox və çox önəmlidir həmin insan üçün və məhz buna görə onlar hər zaman qurban pozisiyada olan, hər zaman kimisə gözündə yaxşı qız, yaxşı oğlan olmaq istəyən insanlar axtarılır. Çünki yaxşı qız, yaxşı oğlan kimi yetişən insanlar uşaq vaxtı eyni cür onlar münasibət görüblər valideynləri tərəfindən. Davamlı şəkildə o sevgini qazanmaq üçün, qayğını qazanmaq üçün onlara qoyulan həddindən çox kontrol, limitlər, bu dəyərsizləşdirmə, bu zorakılığa göz yummağa çalışıblar ki, daha çox sevgi versinlər, daha çox effort sərf etsinlər, daha çox əmək qoysunlar ki, onlar tərəfindən yaxşı bir söz eşidilsin. Eyni ssenari bu dostluqda da özünü göstərir və həmin romantik münasibətlərdə də göstərilir və məhz buna görə yaxşı qız və yaxşı oğlan özündə hiss eləmir ki, mən mövcud olduğum üçün yetərliyəm. Mən mövcud olduğum üçün artıq dəyərliyəm. Mən mövcud olduğum üçün artıq mən sevilməyə layiqəm. Bu hiss onlarda çox az inkişaf etdiyi üçün onlar özləri də belə həmin o psixopatiyaya meyilli olan insanları seçirlər, fərqində olmadan. Çünki sinir sistemi buna öyrəşib. Əslində bizə çox vaxtı deyilir, mən bunu keçən vebinarda da demişdim ki, bizə deyirlər ki, biz uşaq vaxtı nə görürüksə, hansı modelləri, biz onu cəlb edirik həyatımızda. Əslində biz cəlb etmirik. Biz çox fərqli insanları görürük həyatımızda. Amma biz seçirik. Seçirik həm biz çünki onlar artıq o qədər tanış gəlir. Onların bizə qarşı olan münasibəti və s. və s. Artıq bizim sinir sistemimiz ona öyrəşdiyi üçün uşaq vaxtından bu bizə tanış ssenari gəldiyi üçün və biz fərqində olmadan artıq bu seçimi etmiş oluruq. Və hətta qanunvericilikdə də belə bir söz var, xüsusən vergilərlə bağlı. Tez-tez bizə bu söz deyilir. Sahibkarlara, sonra mühasiblərə və s. və s. Bizə deyir ki, vergi qanunvericiliyi haqqında bilməmək sizi məsuliyyətdən azad etmir. Eyni bir şey insan münasibətlərinə də aiddir. Nəyinsə insan psixologiyası qanunları haqqında bilməmək bizi seçim etmə məsuliyyətindən azad etmir. Biz bilmədən, fərqində olmadan həmin o seçimləri edirik, amma həyat bizə hər zaman bir çox imkanlar verir ki, biz bunun fərqindəliyini artıraq. Və çox vaxt həmin o qorxu hissi, keçmiş travmatik hadisələr və s. bizi saxlayır bu bariyerlərdən. Və məhz buna görə bizim üçün çox və çox önəmlidir ki, biz bu patronları, bu vərdişləri özümüzdə fərqində olaq və biz bunu dəyişdirək. Bu çox ağır bir işdir, çünki biz beyin səviyyəsində artıq bizdə dəyişikliklər baş verir, davranış səviyyəsində, vərdiş səviyyəsində, emosional səviyyədə. Və məhz buna görə bizim üçün çox və çox önəmlidir bunun fərqində olmaq ki, biz artıq o seçimlərin fərqində olaq. Yaxşı qız vərdişlərini, yaxşı oğlan vərdişlərini mən nə qədər çox istifadə edirəm həyatımda, gündəlik həyatımda. Yavaş-yavaş onları azaldım və öz daxili resursumu və sütunumu gücləndirim. Psixopatiyaya meyilli olan insanların ən vacib xüsusiyyəti əziz dostlar, ondan ibarətdir ki, onlarda ümumiyyətlə utanc, təəssüf, günahkarlıq hissi yoxdur. Onlar bir insanı öldürə bilərlər
və bunu norma kimi qəbul edə bilərlər. Nəyə görə? Çünki onlarda empatiya hissinə cavabdeh olan beyində həmin o funksiyalar çox və çox az inkişaf edib. Uşaq vaxtından bu özünü göstərir, heyvanlara qarşı zorakılıq edir bir uşaq. Amma heç bir təəssüf hissi yoxdur, heç bir günahkarlıq hissi yoxdur. Yavaş-yavaş bu özünü göstərir və əgər valideynlər buna fikir vermirlərsə, əslində bir çox uşaqlarda bu özünü göstərir, həddindən artıq çox zoraki davranışlar. Amma bu tez-tez davam edirsə, bunun refleksiyası baş vermirsə, bunun tərbiyəsi üzərində iş getmirsə və ən əsası mütəxəssislərlə kommunikasiya olunmursa, erkən diaqnostika qoyulmursa və indidən remissiya proqramları keçirilmirsə, hansı ki, beyin səviyyədə müəyyən bir neyrobioloji proseslərə artıq müdaxilə etmək olur artıq erkən məsələndə, həmin o inkişaf dövründə. Əgər biz bunu edə bilmiriksə, çox növbəti etaplarda bu özünü çox ağır bir fəsadlarda insanlara qarşı olan münasibətdə özünə göstərəcək. Və məhz buna görə həm məsələndə neyrobioloji səviyyədə, məsələn, çox vaxt preparatlar vasitəsilə və plus davranış, psixoloji iş, bunlar komanda şəklində bir yerdə olanda həmin insanlar çox sağlam şəkildə cəmiyyətə adaptasiya edə bilirlər. Amma çox vaxt biz bunu görmürük deyənə və biz bunu norma kimi hesab edirik ki, həddindən artıq çox əgər uşaq çox zoraki davranırsa, bu çox ciddi bir siqnaldır və bunun üzərində çox güclü bir iş getməlidir. Psixopatiyaya meyilli olan insanların ən vacib xüsusiyyəti evdə bir cürdülər, digərlərin yanında ən gözəl insan kimi görünürlər. Və siz məsələn də əgər psixopatiyaya meyilli olan məsələn bir partnyor varsa, bir dost varsa, sizə qarşı bir münasibət göstərir, zoraki, məsələn həddindən artıq çox manipulativ, siz onun yanında özünüzü çox mənfi hiss edirsiniz. Digərlərin yanında o özünü çox fərqli cür maskalayır deyənə, siz digərlərinə onun real üzü haqqında danışanda digərləri ona qətiyyən inana bilmir. Necə deyə bilərlər ki, necə belə gözəl bir insan psixopat ola bilər. Amma əslində bu onların ən vacib xüsusiyyətlərdən biridir. Onlar çox gözəl özlərini maskalaya bilirlər. Çünki onların özləri ilə olan kommunikasiyası çox zəifdir. Refleksiyası, özü ilə dürüst olmaq, özü ilə üzləşmək onlar üçün demək olar ki, mümkünsüzdür. Deməli, burada həmin insanlar əgər varsa bizim həyatımızda, əgər onlar uzun müddət bizim enerjimizi sovururlarsa, əgər biz görürük ki, kommunikasiya edirik açıq şəkildə, heç nə dəyişmirsə, təbii ki, biz həmin o münasibəti sonlandırmalıyıq. Belə bir söz var, ailəni dağıtmaq olmaz, münasibəti dağıtmaq olmaz. Ancaq bir halda onu dağıtmaq önəmlidir və vacibdir, əgər o bizi məhv edirsə bir insan olaraq. Və əgər siz hiss edirsinizsə, siz daxilən məhv olunursunuzsa, daxilən siz özünüzü çökmüş hesab edirsinizsə, tükənirsinizsə, depressiya artıq başlayır. Davamlı şəkildə günahkarlıq hissi var, hansı ki, etmədiyiniz şeylərə görə. Amma nədənsə bu münasibətləri bir çox insanlar dözürlər. Nəyə görə? Bayaq qeyd etdiyim ssenarilərə görə. Uşaq vaxtı bizə eyni davranışı özümüzə qarşı hiss etdiyimiz üçün bu bizə tanış gəlir. Bu münasibətləri öz ailəsində görməyən məsələn, insanlar heç vaxt bu münasibəti özünə layiq görmürlər. Heç vaxt buna dözümlü yanaşmırlar. Onlar açıq şəkildə deyirlər ki, sən mənlə belə davrana bilməzsən və artıq həmin o partnyor görür ki, bu insan qurban pozisiyada deyil, o avtomatik şəkildə artıq özü uzaqlaşır. Və ya da həmin o partnyorla olmaq istəyirsə, özü başlayır dəyişməyə. Bunun möcüzəsi bundan ibarətdir ki, yəni əgər bizim hal-hazırda həyatımızda elə bir insan varsa, biz daha psixoloji güclü olmalıyıq. Nə baxımdan? Daxili sakitlik o qədər güclü olmalıdır ki, biz həmin insandan qorxmuruq. Biz özümüzü qurban pozisiyada görmürük. Biz onun aqressiyasını sağlam idarə etmək nə baxımdan? O bizə öz aqressiyasını çıxartsa da belə biz təşvişə, panikaya, qorxuya getmirik, donma rejiminə getmirik. Maksimum sakitliyi saxlayırıq. Öz sözümüzü rahat şəkildə deyirik və o sakitliyi o qədər davamlı şəkildə saxlayırıq ki, həmin insan şoka düşür, onun matrisaları sönür. Çünki indiyənə kimi o kimə qurban axtardığı zamanda qurban pozisiyada olan partnyor öz aqressiyasını göstərdi və onun qorxusunu görməyi, asıllı vəziyyətdə olmağı onu qidalandırırdısa və onu güclü edirdisə, burada artıq matrisa, sistem çökür və bu insan ya daxilən başlayır dəyişmək, çünki sizin sakitliyiniz ona da keçir. Təşviş yavaş-yavaş azalır, qəzəb azalır. Onda güclü bir motiv formalaşır. Artıq özünü refleksiya güclü inkişaf etməyə başlayır və artıq güclü motiv formalaşır ki, remissiya proqramları ilə o gedib özünü idarə etməyi öyrənsin və cəmiyyətə daha rahat şəkildə adaptasiya olsun. Digər hallarda heç bir bizim etdiyimiz məqamlar
Bu insanlarla ünsiyyətə kömək eləmir. Xüsusən daha çox sevgi göstərmək, dəstək göstərmək, xoş emosiyalar vermək. Çünki biz düşünürük ki, o insanda nəsə dəyişəcək, amma real olaraq bu dəyişdirmir. Əksinə onları daha çox qidalandırır ki, o özünü daha üstün hesab edir, özünü daha güclü hesab edir və bizi qurban pozisiyada daha çox görməyə davam edir. İndi mən hal-hazırda danışacağam qeyri-sağlam narsistliyi olan insanlar haqqında. İlk növbədə mən bayaq da qeyd etdiyim kimi, vebinarın başında qeyd etdiyim ki, hər bir şey bu dünyada sağlam və qeyri-sağlam tərəfi var. Sağlam narsistlik hər birimizdə var. Hər birimizdə sağlam narsistlik var. Sağlam narsistliyin sayəsində biz hər gün inkişaf edirik, hər gün öz üzərimizdə işləyirik. Bu dünya özü narsist dünyadır. Çünki davamlı şəkildə təkamül edir. Davamlı şəkildə öz üzərində məsələn müəyyən bir dəyişikliklər gedir və hər bir şey, məsələn, bizim həyatımızda nə biz təkamülə çatmışıqsa, nə yeniliklər olubsa, bu insanın sağlam narsistlik tərəfinin sayəsində olub. Ona görə də kiməsə qoymaq narsist diaqnozu bu reallıqdan bizi uzaqlaşdırır. Nəyə görə? Çünki var sağlam narsistlik, hansı ki bizim hər birimizdə var. Var qeyri-sağlam narsistlik. Və bu gün biz qeyri-sağlam narsistlik haqqında danışacağıq ki, hansı ki həmin o qeyri-sağlam narsistliyə meyilli olan şəxslərin əsas xüsusiyyətləri nədir? Biz özümüzdə və yaxud da digər insanlarda bunu özümüzdə necə kəşf edə bilərik və ən əsası həmin insanlarda kommunikasiyanı necə saxlaya bilərik ki, o bizə ziyan verməsin. Çünki psixopatiyaya meyilli olan insanlar və narsistliyə meyilli olan insanların bir çox oxşar cəhətləri var, amma onları çox ciddi fərqləndirən cəhətlər də var. Narsistliyin özünün də dərəcələri var. Ən ağır dərəcəli narsistlik, hansı ki insanlara çox böyük bir ziyan verir. Onun psixopatiya xüsusiyyətləri həddindən artıq çoxdur, həddindən artıq çoxdur və məhz buna görə həmin o xüsusiyyətlər haqqında mən bu gün sizə məlumat verəcəm ki, siz də bunun artıq fərqində olasınız və öz həyatınızda da tətbiq edəsiniz. Deməli, qeyri-sağlam narsistliyə meyilli olan şəxslərin əsas xüsusiyyətləri nədir? Təsdiq və heyranlıq almaqdır. Əgər psixopatiyaya meyilli olan insanlarda bu önəmli deyilsə, onların ümumiyyətlə vecinə deyil. Kim onlar haqqında nə düşünür? Amma qeyri-sağlam narsistliyə meyilli olan şəxslərin əsas xüsusiyyətləri təsdiq və heyranlıq almaqdır. Əgər mənimlə fəxr edirlərsə, əgər mənə heyran qalırlarsa, cəmiyyət, mənim ətrafımda insanlar, valideynlər, partnyorlar, uşaqlar və s. və s. demək ki, mən mövcudam. Yəni mənim həyatımın mənası kimdənsə təsdiq və heyranlıq almaqdır. Mən bu emosiyasız öz həyatımın mənasını görmürəm. Həddindən artıq çox digər insanların fikirlərindən asılıdırlar. Psixopatiyaya meyilli olan insanlarda bu önəmli deyil, onların veclərinə deyil. Amma qeyri-sağlam narsistliyə meyilli olan şəxslər həddindən artıq çox o heyranlıq hissini yaşamaq, onlar istəyirlər ki, hər zaman insanlar onu bildirsinlər, hər zaman onu onlara desinlər, təşəkkür etsinlər hər şeyə görə. Daha sonra onlar desin, mən səndən fəxr edirəm, kompliment alsınlar. Onlar başlayırlar bu eyfariyada özlərini hər kəsdən üstün hesab etməyə və bunlar üçün bu hissi yaşamaq çox və çox önəmlidir. Həddindən artıq çox həssasdırlar tənqidə. Siz onlara hər hansı bir konstruktiv tənqid desəniz ki, məsələn də sən bu özündə dəyişməlisən, məsələn də bu sənə mane ola bilər, hansı ki o onların inkişafına dəstək ola bilər. Onlar həddindən artıq çox həssasdırlar və sizə dünyanın ən pis insanı kimi təqdim edə bilərlər. Həddindən artıq çox depressiyaya düşə bilərlər, qəzəblənə bilərlər və bu həssas ego məsələsinə görə onlar bunu çox dramatikləşdirəcəklər. Yerindən məsələn də çox, məsələn də kiçik məsələdə siz onları tənqid etsiniz, məsələn də birinci komplimentlə də başlasan, sonra desəz ki, sən bunu dəyişdirsən, onlar üçün çox böyük bir hücumdur. Egosuna bir hücumdur. Yəni kimin hünəri var mənə nəsə desin, mənim real üzümü mənim özümlə üzləşdirsin. Onların ən böyük qorxusu öz qaranlıq tərəflərindən üzləşməkdir. Onlar öz qaranlıq tərəflərini özündə qəbul etməkdə çox böyük bir çətinlik çəkirlər və məhz buna görə həm psixopatiyaya meyilli olan insan, həm qeyri-sağlam narsistliyi olan insanlar psixoterapiyaya çox vaxtı getmirlər və onlara kimsə hər hansı bir tövsiyə versə də belə, istəyirsənmi nə vaxtsa getmək, onlar deyirlər ki, mənə lazım deyil, mən onsuz da gözəl bir insanım, mənim ehtiyacım yoxdur psixoterapiyaya, çünki psixoterapiya bizi özümüzlə üzləşdirir. Bu onlar üçün kabusdur, özlərinin özü ilə üzləşməsi, qaranlıq tərəflərinin üzləşməsi. Çünki onlar o qədər utanırlar. Onlar üçün ən vacib emosiyalardan biri utanc hissidir. Onlar utanırlar ki, onlarda bu qaranlıq tərəflər ola bilər və bunu kimsə tərəfindən görülməsi, kimsə tərəfindən açıq şəkildə deyilməsi və bunu kimsə tərəfindən aşkar olunması onların həyatının ən böyük
uğursuzluğu hesab olunur və bu uğursuzluqdan qaçmaq üçün, biabırçılıq hesab etdikləri bu uğursuzluqdan qaçmaq üçün onlar hər zaman maska tərəfini göstərəcəklər. Onlar hər zaman ideal saydığı insanların vərdişlərini, davranışlarını, sözlərini kopyalamağa çalışırlar. Və məhz buna görə onlar kənardan çox özgüvənli görsənsələr də belə, amma bunun altında bütün tərəfləri qəbul olunmamış, qeyri-sağlam, həssas ego və özgüvən dayanır, hansı ki, onlar çox çətinliklə bunun üzərində çalışmağa can atırlar, çox çətinliklə. Onlarda iki yanaşma var. Dünya haqqında, özləri haqqında. Hətta manipulyasiya psixologiyası vebinarında mən bunun üçbucağını da çəkmişdim. Onlar üçün, məsələn, mən şəxsiyyətəm. Mənim üçün ya dünya, özüm və digər insanlar ya ideal olmalıdır, ya da heç kim. Ya mən ideallaşdırıram bir şeyi, özüm daxil, ətrafımda olan insanları daxil, dünyanı daxil, ya da mən dəyərsizləşdirirəm. Adicə bu özümdə və mükəmməliyətçilik də əslində qeyri-sağlam narsistliyin ən vacib hissələrindən biridir nə baxımdan. Mən bir işə başlamaq istəyirəm, amma mən düşünürəm ki, ya mən 100% ideal və mükəmməl onu görməliyəm, ya da ümumiyyətlə mən onu görməməliyəm. Davamlı şəkildə bunu dəyərsizləşdirin və yaxud da əgər hər hansı bir işi görmüşəmsə, məsələn də 99% mən artıq onu görmüşəm, gözəl bir iş çıxmışam, nəticə çıxartmışam. Amma nədir o 1%-ə görə mən avtomatik şəkildə məndə özüm də fərqində olmadan mən bunu dəyərsizləşdirirəm. Mən deyirəm ki, mən heç bir iş görməmişəm. Bu qeyri-sağlam narsistik bir yanaşmadır, hansı ki, bir çox insanları öz arzularını, məqsədləri çatmağa çox böyük bir baryer qoyur. İnsan münasibətlərində isə bu özünü necə göstərir? Valideyn uşağa qarşı belədirsə və yaxud da uşaq valideynə qarşı belədirsə və yaxud da dostluq və insan münasibətlərində, qadın-kişi münasibətlərində bu özünü göstərir ki, sən mənim üçün, mən səni ideallaşdırıram, mən səni ideal kimi görürəm. Özüm üçün bir obraz yaratmışam və sən hər zaman o obraza uyğun olmalısan. Hər zaman o çərçivənin içində olmalısan. Əgər hər hansı bir sənin bir hərəkətin o çərçivədən çıxırsa və həmin o obraza yaxın deyirsanız ki, o ideallaşdırılmış bir obrazdır, reallıqdan uzaq. Mən səni avtomatik şəkildə artıq dəyərsizləşdirdim. Sən mənim üçün artıq dəyərli bir insan deyilsən. Və bunu açıq şəkildə bunu biz görəcəyik. Məsələn, xalqın uşağı, cəmiyyətin uşağı bu qeyri-sağlam narsistliyə meyilli olan bir mədəni kodumuzdur. Və məhz buna görə artıq uşaq vaxtından bizdə bir çoxlarımızda, bu təkcə bizdə deyil, bir çox cəmiyyətlərdə bu var. Amma xüsusən bizim cəmiyyətimizdə bu qeyri-sağlam narsistlik yanaşma bizdə inkişaf etdiyi üçün bizim məhz buna görə daha sonradan çox rahat şəkildə manipulyasiya edə bilirlər. Daha sonra psixopatiya meyilli olan insanlardan fərqli olaraq biz emosiyaları yaşaya bilirik. Düzdür, tam dərin yaşamasaq da belə, amma biz yaşaya bilirik. Ən azı biz emosiyalarımızı refleks edə bilirik. Psixopatiya meyilli olan insanlar bu bazı hansı ki bacarıqlar da psixika ilə bağlı öz emosiyalarını tanımaq, fərqində olmaq, onları səsləndirmək bu onlar üçün çətindir. Demək olar ki, mümkünsüzdür. Özünü necə hiss edirsən, çox fərqli palitralarda emosiyaları ifadə etmək psixopatiya meyilli olan insanlar üçün çox çətindir. Bunu ancaq onu hiss edərək deyil, bunu ancaq düşüncə tərzi ilə bunu deyə bilərlər ki, sadəcə bunu imitasiya etsinlər və kiməsə göstərsinlər ki, bunu bacarırlar. Amma narsistliyə meyilli olan insanlar bunu bunu hiss etməyə bacarırlar. Və onlarda empatiya hissi var, limitli olsa da var. Psixopatiya meyilli olan insanlardan fərqli olaraq onlar empatiya hissini yaşaya bilirlər. Amma yenə də bu çox limitlidir nəyə görə? Çünki onlar üçün yenə də öz ehtiyacları, öz maraqları hər şeyin üstündə. Onlar üçün vacibdir ki, onlar hər kəsdən özünü üstün hesab etsinlər. Tərk edilmək və yox cavabı almaqdan çox qorxurlar. Psixopatiya meyilli olan insanlarda bu yoxdur, bu xüsusiyyət. Amma qeyri-sağlam narsistliyə meyilli olan şəxslərdə bu qorxu çox yüksəkdir. Birdən kimsə məni tərk edir. Mən axı idealam, mən axı möhtəşəm insanam, mənim qaranlıq tərəflərim yoxdur. Niyə kimsə məni tərk etməlidir? Niyə kimsə mənə diqqət göstərmir? Niyə kimsə mənə yox deməlidir? Bu da kifayət qədər həmin o xüsusiyyətlərdən biridir. Və eyni zamanda insanlar, məsələn, əgər psixopatiya meyilli olan insanlar üçün İnsanlar sadəcə ehtiyacları ödəmək üçün resurs gətirən bir alətdirsə, funksiyadırsa, qeyri-sağlam narsistliyə meyilli olan şəxslər üçün insanlar bir güzgü olmalıdır ki, onun ideal olduğunu göstərsinlər. Bir güzgü olmalıdır ki, hər zaman ondan heyran olsunlar. O bir güzgü olmalıdır ki, məsələn də hər zaman onun yaxşı xüsusiyyətlərini qeyd etsin. Əgər məsələn də onun yaxşı xüsusiyyətlərini qeyd etmirsə, qaranlıq tərəflərini açıq şəkildə bildirirsə, həmin o insanlardan onlar çox nifrət edirlər və onları dəyərsizləşdirməyə çalışırlar.
Daha sonra məsələn də bu necə formalaşır? Bu məsələ əgər psixopatiya meyillik neyrobioloji genetik xüsusiyyətlər vacib rol oynayırsa və plus körpə vaxtından olan neqativ təcrübələr çoxdursa, burada qeyri-sağlam narsistliyə olan yanaşma uşaq vaxtı xüsusən 1-3 yaş aralığında harda ki bizdə bir böhran baş verir və biz özümüzü ifadə etməyə başlayırıq bir uşaq kimi, ya həddindən artıq çox ideallaşdırırlar bir uşaq kimi, ya da bizi həddindən artıq çox dəyərsizləşdirirlərsə, bizdə artıq yavaş-yavaş qeyri-sağlam narsistliyə meyilli olan xüsusiyyətlər formalaşır. Və həmin o xüsusiyyətlər, məsələn, utanc, dəyərsizlik hissi ilk dəfə 3 yaşında bizdə formalaşırsa, yavaş-yavaş bu bizim kimliyimizə, bizim şəxsiyyətimizə hopmağa başlayır. Və məhz buna görə biz özümüzə qarşı neqativ tənqid gəldikdə bizdə qəzəb formalaşır, biz özümüzü çırpmağa başlayırıq, həmin o qəzəbi çıxartmağa çalışırıq və yaxud da biz depressiyaya düşə bilərik. Biz düşünə ki, mən dəyərsizəm, mən dünyanın ən lazımsız insanıyam, mən heç kimə lazım deyiləm. Çünki bir nəfər bu qədər mənim gözəlliklərimin yanında üstün tərəfim, mənim bir dənə neqativ tərəfimi açıq şəkildə söylədi, vəsə o neqativ tərəflə mən üzləşmədiyim üçün, onu şəxsiyyətimin vacib bir hissəsi kimi qəbul etmədiyim üçün, vəsə mən dünyanın ən dəyərsiz insanı oluram. Yəni bir neqativ tənqid onlara həqiqətən də çox emosional təsir göstərir. Və bayaq da qeyd etdiyim kimi, bu psixoloji qorunmadır. Bütün bu bayaq sadaladığım, bunlar hamısı eqonun psixoloji qorunmasıdır ki, insan öz daxili həssaslığını qəbul etməsin, utanc hissindən qaçsın. Utanc hissi onun ən vacib emosiyasıdır. Ən vacib onun kimliyinin tərəfidir. Və eyni zamanda onlar üçün kimlik anlayışı ancaq kənardan gələn səslərlə bağlıdır. Onlar özlərinə soruşmurlar, mən kiməm? Özü olmaq qorxusu çox və çox güclüdür onlarda. Onlarda vacibdir ki, kənardan bir feedback gəlsin, kənardan bir rəy gəlsin və ona əsasən, o heyranlığa əsasən onlarda kimlik formalaşsın və onunla da onlar özlərini, kimliyini onlar ifadə edirlər. Ən ağır, məsələn, qeyri-sağlam narsistliyi göstərən şəkildə həmin o insanlar adətən bu ifadələrdən istifadə edirlər. Mənsiz sən heç kimsən. Düzdür, bu eyni zamanda həm də psixopatiya əlamətlərini də özündə birləşdirir. Hər iki əlamət burada var. Yəni mən səni avtomatik şəkildə dəyərsizləşdirirəm, özümü üstün hesab edirəm, özümü ideal hesab edirəm və bunu sənə açıq şəkildə də göstərirəm. Və orta səviyyədə olan narsistlik dərəcəsi olan şəxslərdə belə bir ifadələr var. Tipik cəhd edirəm, nə qədər edirəm, amma heç kim dəyər vermir. Halbuki 5 nəfər dəyər verir. Amma nədir dünyada 9 milyon və yaxud da 8 milyard insan buna dəyər vermirsə, sırf hər kəs dəyər vermədiyi üçün onlar artıq avtomatik bunu heç kimlə əvəz edirlər. Artıq avtomatik şəkildə bütün dünya qaralır onlar üçün. Heç kim məni anlamır, baxmayaraq ki, ətrafında 15 nəfər də onu anlasa da belə, hazır olsa da onu dəstək olmağa, amma avtomatik şəkildə dünya haqqında belə bir qara bir yenə də illüziya formalaşır ki, heç kim məni anlamır. Mən xüsusiyəm, mən özələm, mən bu dünya üçün anlaşılmaz bir şəkildə bir məxluqam, həddindən artıq çox özünü ideallaşdırır və ətrafı da bununla da dəyərsizləşdirir ki, heç kim məni anlaya bilmir. Və eyni zamanda mənsiz bunu edə bilməzsiniz. Mən o qədər idealım, mən o qədər özümü hər kəsdən üstün hesab edirəm ki, mənsiz heç nə işləyə bilməz. Bu eyni zamanda həmin o tipik ifadələrdən də biridir. Bayaq da qeyd etdiyim kimi, əslində bu prezentasiya zamanı mən tez-tez həmin o oxşar və fərqli cəhətlər haqqında mən danışdım. Onlara ən çox oxşar cəhətlər nədən ibarətdir? Qeyri-sağlam eqodur, hansı ki, onlar üçün, həm narsistlər üçün, həm psixopatiyaya meyilli olan insanlar üçün öz ehtiyacları, maraqları hər şeydən üstündür. Empatiyanı sizə imitasiya edəcəklər, amma real empatiyanı qurmayacaqlar və siz bunu hiss edəcəksiniz intuitiv şəkildə. İlk etapda həddindən artıq çox özgüvənli görünürlər, xarizmatik, intellektual və siz onlarla danışanda dünyanın ən xoşbəxt insanı kimi hiss edə bilərsiniz. Çünki o hissi vermək, o şeyə salmaq, qarmağa salmaq insanı, qurban pozisiyada olan insanı çox önəmlidir. Və narsistliyə meyilli olan insanlar da partnyoru, dostu qurban pozisiyada olan şəxslərə əsasən seçirlər ki, ona qarşı toksik bir münasibət formalaşa bilsin. Hər ikisi güclü manipulatordur. Manipulyasiya psixologiyasında mən orada hər şeyi qeyd elədim. Onlar hansı alətlərdən istifadə edirlər ki, bizdə günahkarlıq hissi formalaşsın, bizdə utanç hissi formalaşsın, dəyərsizləşmə formalaşsın və onun əsasında bizə psixoloji
manipulyasiyalar olsun. İnsan hər iki halda insanlarla münasibətlər alətdir, səthidir, dərinliyə getməkdən qorxurlar. Çünki özü ilə üzləşməkdən qorxurlar. Çünki istənilən insanlarla münasibət bir aynadır bizim üçün. Özümüzdə nəyisə dəyişdirmək üçün, özümüzün daxili dünyamıza ə, səyahət etmək üçün və oradakı bəzi bizə baryer olan, bizə çətinlik yaradan hissələri görmək, hansı ki, bu ağır prosesdir və bunun üzərində işləmək üçün psixopatiya və narsistlik arasında bu oxşar cəhətlər özündə bunu göstərir ki, insanlar özlərinin daxilinə baxmaq istəmir və məsuliyyətdən qaçırlar. Bir çox hadisələri özünün məsuliyyətindədir, edirlər bizə qarşı. Məsələn, günahkarlıq hissi formalaşdırmaq üçün dəyərsizlik, nə qədər bizə ziyan verirlər. Amma deyirlər ki, bütün günah səndədir, bütün məsuliyyət sən. Ağlın olardı, gəlməzdin, ağlın olardı, etməzdin. Halbuki özləri də bundan əvvəl bir çox manipulyattiv metodlardan istifadə edirlər ki, bizi inandırsınlar. Onlar məsuliyyətdən tez qaçan insanlardır öz etdiyi şeylərə görə. Ən vacib fərqli cəhətlər bayaq qeyd etdiyim kimi, qeyri-sağlam narsistliyi olan şəxslərdə empatiya hissi var, hiss edirlər insanları. Amma bunu yenə də manipulyasiya aləti kimi istifadə edə bilər. Görəsən həmin insan nə hiss edə bilər? Ki, məsələn də mən də bunu hiss edirəm və mən özüm də bunu hiss etdiyim üçün mən bunu belə bir şəkildə manipulyasiya edə bilərəm. Əsasən manipulyasiya aləti kimi narsistlər bunu istifadə edirlər. Psixopatiya meyilli olan insanlar bunu imitasiya edirlər, amma özləri empatiya hissi çox zəifdir. Demək olar ki, yoxdur. Və məhz buna görə onlar kiməsə zorakılıq edəndə, kiməsə qarşı nəsə hərəkət edəndə heç vaxt günahkarlıq, utanc və təəssüf hissi yaşamırlar. Narsistlər bunu yaşayırlar. Narsistlər üçün bu hisslər çox və çox güclüdür. Psixopat üçün önəmlidir kontrolda saxlamaq, gücü göstərmək, məqsəd üçün bütün alətlər keçərlidir. Bu düşüncə tərzi onun üçün önəmlidirsə, narsistlər üçün özünü başqalarının tərəfindən heyranlıq vasitəsilə təsdiq etmək. Bu onların ana məqsədidir. Yəni hər bir iki insan arasında məsələn də oxşar cəhətlər çox olsa da belə, amma onların ana məqsədləri fərqlidir. Psixopatlar daha çox risk etməyə, antisosial davranışlara meyillidirlər. Qaydaları pozmağa meyillidirlər. Çünki yenə də onlar üçün vicdan demək olar ki, mövcud deyil. Bunu göstərsələr də belə. Amma hər hansı bir məsələn tənqid olanda psixopatiya meyilli olan insanlar çox soyuq yanaşırlar, dramatikləşdirmirlər heç nəyi. Yəni heç vaxt emosiyalara qapılmırlar. Qisası planlayırlar, hərəkətə keçirlər və tənqidin məqsədləri üçün sadəcə istifadə edirlər ki, mən bunu saxlayacağam beynimdə. Lazım olan məqamda mən bunu istifadə edəcəm insana qarşı. Narsistliyə meyilli olan insanlar isə risklərə və antisosial davranışlara o qədər də meyilli deyilər. Çünki onlar cəmiyyət tərəfindən təsdiq almaq çox önəmlidir. Onlar üçün kimsə tərəfindən heyranlıq qazanmaq önəmlidir və heyranlıq da çox vaxtı qaydalara uyğun gedəndə baş verir. Nəinki qaydalara qarşı getmək. Və qaydalara da qarşı nə vaxtsa getsə, o da status üçün edəcək ki, okey, kimsə mənə heyran oldu ki, mən kimsə gözündə qəhrəman olum. Bu, narsistliyə meyilli olan insanların yanaşmasıdır və narsistlər özləri hər hansı bir tənqid alanda onlar bunu çox və çox ciddi şəkildə travmatikləşdirirlər, depressiya düşürlər, qəzəblənirlər. Yəni kiçik bir bəlkə də bir detaldan çox böyük bir skandal yaradırlar. Bayaq da qeyd etdiyim kimi, psixopatiyanın əsas yaranma səbəbləri genetik, neyrobioloji, ətraf mühitində təsiri bu riski gücləndirir. Və bu özünü göstərir. Sadist hərəkətlər, sadist düşüncə tərzi, zorakılıqdan zövq almaq. Yəni bunu tez-tez artıq erkən vaxtda uşaqlar artıq bunu səsləndirirlər və burada güclü müşahidə önəmlidir. Heyvanlara zorakılıq və ciddi şəkildə qaydaların pozulması. Məsələn, məktəb vaxtı orada intizam önəmlidirsə, həmin o şəxslər gələcəklər məsələdə kiməsə qarşı, müəllimə qarşı və yaxud da müəllimin yanında uşaqlara qarşı zorakılıq göstərə bilərlər və bunun da fərqində olmaq önəmlidir. Çünki onlar buna görə heç bir əzab hissi keçirmirlər. Onlara bunu yükləmək mümkünsüzdür. Narsistliyin də əsas səbəbi bayaq da qeyd etdiyim kimi, ya həddindən artıq çox ideallaşdırılmasıdır, valideynlərə qarşı, valideynlər tərəfindən olan münasibət əsasında ya da çox dəyərsizləşdirilməsidir və bu müdafiə mexanizmidir. Eqo müdafiə mexanizmidir ki, utanc hissini, özündən utanmaq, öz qaranlıq tərəfindən utanmaq hissini qapmaqdır. Yəni bu qədər. Mən ümid edirəm ki, sizin üçün faydalı oldu. Təşəkkür edirəm sona kimi dinlədiyiniz üçün. Və sizin də nə sualınız olsa, hər zaman verə bilərsiniz və mən böyük məmnuniyyətlə ə, mən bunu bölüşəcəm. Nərmin xanımın sualı var. Ayna neyronlar mənimsəmək qabiliyyəti dilinə və sır olun.
Bəli, bəli, təbii ki, Nərmin xanım, əgər məsələn bizim valideynlərimiz mükəmməliyyətçi olublarsa və yaxud da bizim üçün çox güclü fiqurlar mükəmməliyyətçi olubsa, bu ana neyronlar vasitəsilə də bizə ötürülə bilər. Çünki bizim üçün bu normal bir düşüncə tərzi və davranış olur və biz ümumiyyətlə valideynlərimizdə nə görürüksə, şüuraltı şəkildə bu ayna neyronlar vasitəsilə bizə ötürülür və biz də bunun fərqində olmadan bunu təkrarlarıq. Hər bir şey, təkcə mükəmməliyətçilik deyil, hər bir şey. Hər bir şey ola bilər. Ailə dəyərlərini bilmirlər, sosial dəyərləri bilirlər. Bu yəqin ki, psixopatiya meyli olan insanlara aiddir. Sosial dəyərləri də bilsələr də belə koqnitiv şəkildə bilirlər əslində. Məsələn, öyrənə bilərlər intellektual şəkildə ailə dəyərləri haqqında, sosial dəyərlər haqqında. Amma bunu yaşamaq, bunu ifadə etmək, bunu öz həyatlarında əsas dəyər kimi onlar görmürlər. Çünki onlar üçün öz ehtiyacları, öz maraqları hər şeydən üstündür. Əlavə suallarınız varsa, mən böyük məmnuniyyətlə cavablandıraram. Salam Sara xanım, hər vaxtınız xeyir olsun. Salam Pərvanə xanım. Həmişəki kimi çox faydalı ə, məlumatlarla bizi bilgiləndirdiniz. Çox minnətdaram. Mən Mən sizə təşəkkür edirəm. mən sizə bir yaşadığım təcrübəni demək istəyirəm. Mənim uzun illər əvvəl bir yaxınım var idi ki, heyvanlara əziyyət verirdi. Necə? Yəni o uşaq özü də şiddətə məruz qalırdı. Və o özü də nə bilim hardasa pişik görəndəmi, nə bilim tutaq ki, kənddə yaşayırdılar. Hər hansı bir heyvana mı çox amansızlıqla vura bilərdilər, incidə bilərdilər. Mən dəfələrlə deyirdim ki, yəni onun da ruhu var, incidir. Sən onu incidirsən də, hətta yəni mən onun belə əlinə toxunuram və yaxud nəsə mən ona belə necə deyim, bəlkə bir çimdik qopardım ki, yəni qopartmaq yəni əziyyət mənasında yox, yəni onu toxunuram ki, yəni sən onu yəni sənin incidiyin kimi o heyvan da inciyir də, yəni şiddət mənasında yox. İndi eşidirəm ki, yenə həmin yaxınımın bir başqa yaxını uşağın 5 yaşı var. O da heyvanları eyni ssenari ilə əziyyət verir. Yəni ki, bunu o siz dediyiniz kimi narsistliyin əlamətləridir. Yəni bunun hər hansı bir yolu varmı ki, insanlara izah eləyəsən ki, yəni bu əziyyətdir də, bu incidir onları. Yəni mən öz yaxınıma bunu çimdik vasitəsilə ki, mənim fikrim onu incitmək deyildi, ona empatiya hissi yaratmaq idi. Bunu necə aradan qaldırmaq olar? Necə onu izah eləmək olar? Təbii Təşəkkür sosial edirəm Pərvanə xanım. Çox önəmli məsələyə toxundunuz. İlk növbədə mən onu qeyd edim ki, bu narsistlikdən daha çox bu psixopatiyanın çox güclü bir əlamətidir. Çünki psixopatiya meyilli olan insanlar empatiya hissi çox zəifdir. Onlar digərlərini düşünmürlər. Digərlərinin məsələn də ziyan verdikdə onlarda o günahkarlıq hissi olmur, təəssüf hissi olmur, vicdan səsi çox və çox aşağı səviyyədə olduğu üçün siz onlara desəz ki, sən onu incidirsən, onda ruhu var, onun vecinə deyil bu. Mən sizə açıq şəkildə reallıq olduğu kimi deyirəm ki, siz onunla heç vaxt onu motiv edə bilməyəcəksiniz. Çünki o real olaraq kiməsə əzab verdikdə o insan məsələn də əzab çəkə bilər və buna görə pis hiss edə bilər. Onunla empatiya qurmaq, onda bu bacarıq neyrobioloji səviyyədə çox zəifdir. Yəni bizdən qat-qat zəifdir. Yəni ona görə o bizi anlamır. Amma biz necə onun insanlarla kommunikasiyanı qura bilərik ki, bunlar baş verməsin? Biz ancaq onu elə bir kommunikasiya qura bilərik ki, onun öz məqsədlərinə, öz maraqlarına xidmət etsin. Məsələn, onunla uşaqla kommunikasiya quranda siz deyə bilərsiniz ki, əgər sən bu dəfə heyvanlara qarşı zorakılıq yox, daha çox məsələn də ona qayğı göstərsən, mən sənə bu maddi bir şey verə bilərəm və yaxud da əgər sən yenidən növbəti dəfə sən heyvanlara qarşı zorakılıq etsən, səni çox ciddi bir cəza gözləyir və hər hansı bir çox
Elə bir cəza sistemi qurmaq lazımdır ki, hansı ki, həmin o insana motiv yaratsın, ona təsir göstərə bilsin. İndi hər bir uşaqda bu çox fərqlidir və eyni zamanda burada mütəxəssislə burada komanda işi getməlidir. İlk növbədə diaqnostika qoyulmalıdır, o psixopatiya əlamətlərlə bağlı. Müəyyən bir preparatlar var, hansı ki, neyrobioloji şəkildə bizim beynimizin funksiyalarına təsir göstərir ki, bizdə yavaş-yavaş bu empatiya hissi güclənsin, bu funksiyalar güclənsin və eyni zamanda davranışlarla da müəyyən bir dəyişikliklər də getməlidir ki, həmin o komanda işində həm preparatlar, çünki ancaq preparat olsa, preparat bitdi, vəsə, onunla iş bitəcək. Həm həmin o preparatlar, həm də o vərdiş, davranışlar və fikirlər üzərində dəyişiklik edəndən sonra, hansı ki, bu uzun müddətli bir işdir və mütləq uşaqla həmin o iş aparılmalıdır ki, daha sonra o psixopatiyanın əlamətlərini ağır bir fəsadlarda insanlara qarşı onu göstərməsin. Bunun üzərində artıq real bir iş gedəndən sonra həmin o zorakılıq etmə istəyi onda qat-qat azalacaq. Və eyni zamanda ona göstərmək ki, sənin bu qədər enerjin var, sən bu qədər istəyin var da, sən o aqressiyanı göstərirsən məsələn həmin o canlılara qarşı. Amma sənin eyni zamanda bir seçimin də var ki, sən gözəl bir şeylər yaradasan, özünü sübut edəsən, özünü hər kəsdən əgər üstün hesab etmək istəyirsənsə, sən nəsə yarada bilərsən. Sən məsələn də şəkil çəkə bilərsən və yaxud da hər hansı bir məsələ digər işlərlə məşğul ola bilərsən. Ona daha çox seçimlər vermək ki, harda ki o özünü daha üstün hesab edə bilər, o təsdiqi ala bilər. Çünki onun üçün önəmlidir ki, o özünü təsdiq eləsin, üstün hesab eləsin bu dünyadan. Və bunu məhz buna görə həmin o neqativ proyeksiyalarda heyvanlara qarşı zorakılıqda özünü göstərir. Məhz buna görə siz ona desəz ki, o heyvanı incidir, onun vecinə olmayacaq. Siz ondan heç vaxt onu motivasiya etməyəcəksiniz. Nə qədər gözəl sözlərdən istifadə etsəniz də belə. Amma bayaq mən qeyd etdiyim məqamlara siz diqqət yetirsəniz, bu onun üçün ən güclü motivasiya ola biləcək. Çünki siz onun birbaşa onun maraqlarına, ehtiyaclarına və xidmətinə, siz xidmət etməyinə dəstək olacaqsınız. Onun üçün bu hal-hazırda ən önəmlidir və siz bu real bu həmin o işi apara bilsəniz, həmin o uşaqlarla gələcəkdə onlar çox güclü şəkildə, yaxşı şəkildə, keyfiyyətli şəkildə bu cəmiyyətə rahat adaptasiya ola biləcəklər və zorakılıq hallarını yəni sıfıra endirmiş ola bilər həmin o insan. Bizim özümüzün belə bir təcrübəmiz olub. Qohumlarımızın arasında uşaq vaxtından bu insan ciddi zorakılıq halları göstərirdi. Balaca uşaqlara qarşı, hardasa 7 yaşı vardı, 6 yaşı vardı, körpə uşaqlara qarşı çox aqressiv davranırdı, bir yerdə dayana bilmirdi. Heç kimi dinləmək, yəni fokus çox zəif idi. Və mən düzdür psixologiya təhsilini almasam da belə, amma o vaxtı bilməsəm də bu kimi zət halları. Amma mən hiss edirdim ki, nəsə anormaldır bu insanın bir şey. Anormal nə baxımdan? Bu insan cəmiyyətə adaptasiyada çətinlik çəkir. Və bir uşaq üçün nəyə görə bir uşaq istəsin balaca uşağa qarşı zorakılıq göstərmək? Bu uşaqların adətən sağlam bir reaksiyaları olmur, xüsusən həmin o dönəmdə. Və məhz buna görə çox önəmlidir burada bilmək səbəblərini, nəyə görə baş verir və s. və s. Mən bildiyimə görə ailədə zorakılıq olmurdu deyənə, bu ailə modeli ilə daha çox bağlı deyil. Bu daha çox beyində baş verən bir məsələlərlə bağlıdır. Və sonra da böyüyəndə, yeniyetmə olandan sonra çox ciddi bir şəkildə başqa ölkədə, məktəbdə o antisosial davranışlar göstərib, artıq onu psixiatrın yanına aparmışdılar ki, o müalicə olsa, amma çox gecdir təbii ki, artıq yeniyetmə dövründə çox gecdir. Bunun maksimum erkən yaşda etmək lazımdır ki, hələ ki beyin plastikdir və o plastiklikdən maksimum istifadə etmək lazımdır erkən müdaxilə etmək üçün. Və məhz buna görə həmin o uşaq daha sonra bir çox uzun müalicələr aldı, almağa davam edir. Təbii ki, onun yaxşı nəticələri var. Başqa ölkədə də hal-hazırda. Amma hələ də əziyyət çəkir, özü də əziyyət çəkir bu davranışlara görə. Çünki bir şeyə fokuslanmaq da eyni zamanda çətin çəkir. Məsələn də eyni zamanda çünki nəyisə bir şeyə fokuslanmaq üçün, məqsədinə çatmaq üçün Ə, məqsədə çatmaq üçün insanlarla kommunikasiya lazımdır. Bu ən önəmli bacarıqdır və həmin o uşaqda çox zəif idi, yəni o empatiya hissinin zəif olmasına görə və bunun üzərində də iş getmədiyi üçün valideynlər bunu bilmirdilər, elə bilirdilər ki, hiperaktivdir, hiperaktiv adı ilə diqqətsizlik oldu və məhz buna görə uşaq da hal-hazırda hələ də əziyyət çəkir. Məhz buna görə çox və çox önəmlidir. Özgüvən və özünə güvən fərqi varmı?
Özünə güvən öz güvənin bir parçasıdır Nərmin xanım. Özünə güvən nə deməkdir? Yəni istənilən situasiyada mən öz resurslarıma güvənə bilirəm. Özgüvən eyni zamanda hər şeyi əhatə edir. Mənim bacarıqlarım, mənim keçmiş təcrübələrim və eyni zamanda mənim həssas tərəflərimin qəbul olunması və hər hansı bir situasiyada kiməsə güvənməyim. Bunu da özündə, yəni qəbul edir. Yəni özgüvən özünə güvəndən daha komplekslidir və daha üstündür. Əlavə suallarınız varsa, böyük məmnuniyyətlə mən cavablandırım. Yoxdursa biz yavaş-yavaş görüşümüzü sonlandıra bilərik. Videonu da mən bölüşəcəm mütləq klubda, çünki çox önəmli mövzudur. Və kaş ki, mən özüm də deyirəm, kaş ki, məktəblərdə bizə bu mövzu keçirilsin. Kaş ki, məktəblərdə bizə bunu öyrədərdilər, insanları tanımaqla bağlı. Biz həqiqətən də bir çox problemləri, böhranları biz daha rahat yaşaya bilərdik. Özgüvəni zamanla necə bərpa etmək olar? Bizim özgüvənimizi gücləndirəcək insanların əhatəsində daim olmaq, özümüzün güclü tərəfləri haqqında birinci yazılı şəkildə yazmaq, daha sonra hər zaman özümüzdə bunu xatırlamaq. Yeni tapşırıqları yerinə yetirmək, yeni tapşırıqlar, yeni uğurlar hər zaman bizim özgüvənimizi zamanla bərpa edir. Yəni beynimizə bir komanda prompt gedir ki, mən bacardım. Mən bacardımsa demək ki, mənim özgüvənim artıq qalxır. Çünki mən artıq özümü, öz gücümə, öz resurslarıma güvənməyə daha çox başlayıram. Və eyni zamanda öz qaranlıq tərəflərimi özümdə qəbul etmək ki, mənim qaranlıq tərəflərim nədir? Mən özümdə nəyi indiyənə kimi qəbul etmirəm və necə özümdə bunu qəbul edə bilərəm ki, kimsə mənə həmin o qaranlıq tərəflər haqqında danışanda mən öz müdafiəmə keçməyim. Mən deyim ki, bəli, sən haqlısan. Mən özümdə artıq o güvəni o qədər formalaşdırdım ki, şəxsiyyətimin fərqli rolları, fərqli kimliklərini özümdə qəbul edirəm. Və eyni zamanda özgüvən haqqında, yəni bu davamlı gedən bir işdir. Elə bir şey deyil ki, Am, məsələn, bir dəfəlik siz bunu özünüzdə yetişdirirsiniz və bu hər zaman belə davam edəcək. Bu zamanla hər zaman edə biləcəyiniz bir şeydir. Özgüvən özünüzə qarşı etdiyiniz, məsələn də kiçik jestlərlə başlayır. Məsələn, özünüzə zaman ayırırsınız, adicə sizi xoş hiss etdirəcək, enerjinizi yüksəldiləcək ən xırda bir şeylərdə həyatınıza daha çox onları daxil etməklə və ən əsası özgüvəni güclü olan və özgüvəni sizdə gücləndirəcək insanların əhatəsində olmaq ən güclü bir proses olacaq ki, hansı ki, sizin özgüvəninizi zamanla daha da gücləndirəcək. Əslində hər bir insanda özgüvən var. Bərpa etməkdən daha çox burada onu gücləndirmək, necə olan bir resurslarımızı biz transformasiya edək ki, o daha güclü olsun ki, böhranlar, problemlər olanda biz onlara daha rahat baxaq. Və eyni zamanda təbii ki, öz güclü tərəflərimizi, öz xüsusiyyətlərimizi, öz unikallığımızı fərqində olmaq. Hər bir insan unikaldır. Və soruşanda mən hər zaman təlim keçəndə, canlı təlimlər keçəndə, yeniyetmələrlə, uşaqlarla və yaxud da istənilən bir auditoriyada hər zaman sual verdim. Özünüz haqqınızda maraqlı bir fakt paylaşın. Çox insan bundan çəkinirdi. Deyirdilər ki, mənim haqqımda nə maraqlı bir fakt ola bilər. Mən deyirdim, hobbilər, xüsusi maraqlarınız varsa və yaxud da hər hansı bir həyatınızda təcrübələriniz olub ki, hansı ki, digər insanlarda wow effekt yarada bilər də, çox fərqli bir təcrübədir. Ondan sonra onlar düşünür və çox vaxtı onlar tapa bilir. Çünki indiyənə kimi bunun refleksiyası olmayıb deyənə, mənim həyatımda nə maraqlı bir şey baş verib. Mənim haqqımda maraqlı fakt nədir? Yəni siz özünüzdə bu maraqlı faktları özünüzdə kəşf edəndə autentiklik, yəni mənim özümə məxsusluğum, hansı ki, bəlkə də mənim bir zaman dövrlərində bu özümüzə məxsusluq çox neqativ şəkildə bir mesaj, bir kod olaraq bizə yüklənilib. Amma əslində hər bir neqativ bir şeyin də pozitiv tərəfləri var. Yəni əgər o özünə məxsusluğumuzu biz görürüksə özümüzdə, onu qəbul ediriksə və onu açıq şəkildə ifadə ediriksə, bu da bizim özgüvənimizi zamanla çox gücləndirir. Narsis və psixopatiya meyilli insanlar demək şiddət. Onlarca narsistliyə meyilli olan insanlarda şiddət daha azdır, psixopatiyaya meyilli olan insanlarla müqayisədə. Düzdür, onlar da göstərilir, narsistli olan insanlarda bu var. Əgər onlarda ağır narsistlikdirsə və psixopatiyaya meyilli olan xüsusiyyətlər çox güclüdürsə.
Onlar şiddət və zorakılığa adi bir şey kimi baxırlar, Nərmin xanım. Yəni onlar bunu istənilən bir zaman göstərə bilərlər. Yəni zorakılıq təkcə fiziki yox, emosional, psixoloji, iqtisadi zorakılıq da belə göstərirlər. Niyə? Çünki onlar hər zaman qurban axtarırlar. Onlar üçün önəmlidir ki, onların həyatında qurban olsun ki, onun vasitəsilə özlərini hər kəsdən üstün hesab etsinlər. Onlar vasitəsilə onlar hesab etsinlər ki, onlar kontrol edirlər. Onlar üçün kontrol etmək çox önəmlidir. Ona görə şiddət, zorakılıq bayaq da qeyd etdim ki, onlarda iki emosiya var. Biri təşviş, biri qəzəbdir. Və qəzəb məsələdə hər bir qəzəbin də arxasında təşviş dayanır. Təşviş də nə ilə bağlıdır? Onlar çünki dünyanı neqativ görürlər. Dünya onlar üçün qeyri-müəyyəndir, düşməndir. Və bu təşviş keçir qəzəbə, çünki buna görə də onlarda qəzəb hissi formalaşır, çünki bunu kontrol edə bilmirlər və o qəzəbi də onlar bir rezervuar kimi tapmaq istəyirlər bir partnyor, bir dost, bir insan kimi o qəzəbi üzə çıxartsınlar. Və məhz buna görə şiddəti, zorakılığı onlar meyilli olurlar, çox güclü meyilli olurlar. Və plus o empatiya hissi də az olduğu üçün, zəif olduğu üçün onlarda o vicdan, günahkarlıq hissi formalaşdırmır deyənlər onlar deyirlər ki, edirəm də mənim üçün adi bir şeydir. Mənim üçün adi bir şeydir. Onlar üçün yəni bizim üçün anormal kimi bir şey kimi gəlmir o. Hansı ki, kiməsə ziyan verə bilər. Onlar üçün bu şeylər mövcud deyil, norma, anormal. Onlar nə edirlərsə çox vaxt bu impulsiv reaksiyalarla da bağlı ola bilər ki, yəni onlar edirlər, deyirlər ki, lazımdır da, yəni mən niyə kimisə düşünməliyəm, mən ancaq özümü düşünməliyəm. Bu onlarda çox güclüdür. Yəni yenidən baxa bilərsiniz bu videoya. Orada hətta məsələn də ola bilsin də birinci dəfə baxandan bəzi detallar gedə bilər, amma tez-tez baxmağınızı mən sizə çox tövsiyə edirəm. Çünki onlar hər yerdədirlər. Onlar təkcə televiziyada gördüyümüz həmin o cinayət xəbərlərində deyillər, filmlərdə gördüyümüz həmin o kriminal süjetlərdə deyillər, onlar hər yerdədirlər. Və bəzən onlar özlərini çox gözəl maskalayırlar, amma siz müşahidə etsəniz, siz görəcəksiniz bu vərdişləri, bu yanaşmaları və özünüzü də həm xilas etmiş olacaqsınız, həm də eyni zamanda biləcəksiniz ki, artıq gələcəkdə məsələn də kimsə mənə artıq bu ilk siqnalları göstərsə, mən biləcəm ki, bunu necə idarə edəcəm. Panikaya getməyəcəksiniz, təşvişə düşməyəcəksiniz və ən əsası özünüzü günahkar hiss etməyəcəksiniz və özünüzdə bu hiss olmayacaq ki, kiməsə nəsə sübut edəsiniz. Yəni hər hansı bir münasibətdə bizə qarşı əgər hər hansı bir haqsızlıq varsa, dəyərsizləşdirmə hissi formalaşırsa, əgər məsələn də bizi bir insan kimi, olduğumuz kimi qəbul etməkdə çətinlik çəkirlərsə və biz artıq bədən olaraq, intuitiv olaraq hiss edirik ki, bu bizə ağırlıq gətirir, vəsə, bu sizin üçün artıq vacib bir siqnaldır. Davam edirəmsə, bu deməkdir ki, mən seçirəm bu münasibətdə olmaq. Mən bunun fərqində olsam da, olmasam da belə, mən davam edirəmsəm, demək ki, mən bu münasibəti seçirəm. Və bu münasibəti seçən insanlar hələ indiyənə kimi psixologiyada və bəşəriyyət tarixində elə olmayıb ki, onlar uzun müddət xoşbəxt ola bilsinlər. Çünki bu insan, yəni uzun müddət şiddət görəndə, uzun müddət bu asılılığı görəndə, uzun müddət günahkarlıq hissi ilə yaşayanda bu mütləq bədəndə xəstəliklərdə də özünü göstərir. Əgər suallar yoxdursa, mən yavaş-yavaş sonlandırım. Mən sizə hər birinizə təşəkkür edirəm qoşulduğunuz üçün. Çox xoş oldu sizi hər birinizi görmək. Bayaq da mən qeyd etdiyim kimi, bəlkə də bu yeganə klubun təlimi olacaq ki, mən bunu açıq qoyacağam YouTube-a, çünki həddindən artıq zorakılıq və şiddət halları yüksək olur. Bu bütün dünyada belədir. Bizim cəmiyyətdə də bu çox yüksəkdir. Və bunun da ən vacib səbəbi fərqindəliyin az olmasıdır. Nəyə görə biz dözürük bu münasibətlərə. Victim blaming mən etmirəm heç vaxt. Heç vaxt məsələn də hər hansı bir münasibət formalaşırsa və orada şiddət varsa, heç vaxt burada günahkar qurban olmur. Amma biz əgər qurban olmuşuqsa, bu proseslərdən keçmişiksə və yaxud da biz bir insan olaraq necə ola bilər ki, biz bunun qurbanı olmayaq və bunun məsuliyyətini götürək, fərqindəliyimizi biz daha çox qazandıraq ki, bu ümumiyyətlə münasibətlər bizdə olmasın və yaxud da minimuma endirilsin. Biz artıq öz potensialımızı istifadə edəcəyik ki, bunlar bizim həyatımızda minimum olsun. Çünki şiddət və zorakılıq hər zaman olub. Çox təəssüf ki, bu insan təbiətinin hissəsidir. Və biz heç vaxt gözləyə bilmərik ki, insanlar şiddətdən, zorakılıqdan uzaq olsun. Biz gözləyə bilmərik ki, valideynlər şiddət göstərməsinlər uşaqlarına qarşı və s. və s. Bu
reallıqdan uzaq bir yanaşmadır. Elə bir şey heç vaxt insan tarixində olmayacaq. Amma biz nəyi kontrol edə bilərik? Biz bunun fərqindəliyini qazanıb, həmin o şiddət və zorakılığa meyilli olan insanları tanıyıb, özümüzü xilas edə bilərik və eyni zamanda öz psixologiyamızı o qədər gücləndirə bilərik ki, biz artıq qurban pozisiyasında olmayaq. Çünki hər bir insanın başına gələ bilər hər hansı bir situasiyada qurban olmaq. Biz bunun fərqindəliyini sadəcə yüksəltdikcə biz bunun ehtimalını azalda bilərik. Və nə yaxşı ki, bizdə hal-hazırda bu şanslar da var. Təşəkkür edirəm Nərmin xanım, çox sağ olun. Təşəkkür edirəm Pərvanə xanım. Bir daha çox sağ olun qeyd etdiyiniz üçün və hər birinizə də təşəkkürlər. Və mən artıq paylaşacağam bu vebinarı və nə sualınız da olsa, bu videonun altında da siz hər zaman klubda yaza bilərsiniz. Bir daha təşəkkürlər sizə və sizə xoş və uğurlu gün arzu edirəm. Sağ olun.